Ətin qiymətinin son günlər yenidən bahalaşması ilə bağlı iddialar var. Bazarda vəziyyət necədir? Qiymət artımı varsa nə ilə izah olunur? Ət bazarından reportajımız var, izləyək. Yayılan xəbərlərlə əlaqədar paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən bir neçə ət dükanında olduq. Məlum oldu ki, həqiqətən də bəzi dükanlarda son bir neçə gündür mal ətinin qiymətində 50 qəpikdən 1 manata qədər artım qeydə alınıb. Bu artım təbii ki, alıcıların sayının azalmasına səbəb olub. Ətin qiymətlərindən 18 manat, 15 gündür qalxıbdır. Əvvəl 17.50 idi, indi 18 manat. Qiymətlərdə artım müşahidə olunurmu? Bəli, artım da müşahidə olunur. Belə də ki, alıcı da yoxdur, cəmaatın da imkanı yoxdur almağa. Qalxıb qızım, hər yerdə. İndi daha nəyə görə deyirlər, xəstəliyə görə olmuşdur. Sonra indi deyirlər, ot bahadır. Nə bilim, ona görə də qaldırıblar. Bəs regionlarda vəziyyət necədir? Ətin qiymətində hər hansı artım müşahidə olunurmu? Man ətində 2 manat fərq eləyibdir, 15-dən qalxıb 17-yə. İndi gözlənir ki, bax bu, məsələn, bayram qabağı da ki, möhkəm bunun qalxma ehtimalı var. Həmişə mən gedirdim, məsələn, bu turizm bazarına, buraya öz bazarım denir, bazar da bağlanıb. 5 manat maşınıma benzin pulu tökəndə gedir, indi mən qazaq 50 manat rasxod edirəm mən. Nəyə görə? Hamısının qalxımının birinə gəlir. Qanəti 17 manat, quzət 19 manat. Varsa bir 3 ay olar, elə stabil 17 manat. Ətin qiyməti 17 manatadır, kələ əti. İnə əti ilə düyə ətinin qiyməti belə fərqlidir. 14 manat, 15 manat. İqtisadçılar deyir ki, ətin qiymətində müşahidə olunan artımın səbəbləri dəyişməz olaraq qalır. Buna ət istehsalçılarının xərclərinin artması, iri buynuzluların sayının azalması və digər amillər daxildir. Son 10 ildə xırdabuynuzlu heyvanların sayında 25%-dən çox azalma var. Ümumiyyətlə, son 10 ildə saxlanılan heyvan sahələrinə baxanda görürük ki, iri buynuzlu heyvanlarda da 10%-ə qədər azalma var. Fərdi ev təsərrüfatlarının heyvandarlıq bazarında payının və rolunun azalması prosesi gedir. Burada həm fərdi ev təsərrüfatlarına otlaq sahələrinin, örüş sahələrinin, boş örüş sahələrinin azalması və fərdi ev təsərrüfatları bu bazarda sıxışır. Qiymət artımına təsir edən nüanslardan biri kimi heyvan bazarlarının bağlı olması göstərilir. Heyvan bazarlarının açılması məsələsinə gəlincə, Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarı biotəhlükəsizlik tələbləri təmin edilməklə yenidən qurulub. Hazırda bazarda son tamamlanma işləri görülməkdədir. Yaxın günlərdə Bərdə heyvan bazarının fəaliyyətinə icazə veriləcək. Bir neçə heyvan bazarında isə rekonstruksiya işləri son mərhələdədir. Yaxın günlərdə rekonstruksiya işləri yekunlaşdırılan digər heyvan bazarlarının da fəaliyyətə başlaması məsələsinə baxılacaq.